Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Komokardida Parlamentin Təhsil, Elm və Gənclər üzrə İş Komitəsinin sədri Givi Mikiladzenin rəhbərliyi ilə görüş keçirilib. Tədbir çərçivəsində komitə üzvləri Marneolidə 2 saylı, həmçinin Cereteli və Şulaveri kəndlərində tikilməkdə olan uşaq bağçalarına baş çəkib. Tikinti prosesi ilə tanış olublar. Görüş çərçivəsində komitə üzvləri Bolnisdə Sulxan Sabala Orbelyani adına 1 saylı ictimai məktəbdə də olublar. (23 aprel 1995-ci ildə UNESCO tərəfindən təsis edilən Kitab və Müəllif Hüquqları günüdür. Dünya UNESCO-nun bu qərarını böyük ruh yüksəkliyi ilə qarşıladı. Beynəlxalq Kitab günü hər il Gürcüstanda qeyd olunur. Bu əlamətdar günü qeyd etmək üçün müxtəlif məktəbə qədər təhsil mərkəzlərinin uşaqları və məktəbə qədər Marneolinin əsas məktəblərin şagirdləri Marneolinin kitabxanasına gələrək kitabların əhəmiyyətindən danışıblar. Bu gün dünyanın müxtəlif ölkələrində kitab festivalları, müəllif görüşləri, kitab mübadiləsi və hədiyyələr, mütaliəni təşviq edən kampanyalar keçirilir. Oxuyan məktəbə qədər hazırlıq qrupunu biz bugün kitabxanaya gətirdik. Ona görə gətirdik ki, onlar artıq gələn ildən 1-ci sinifə gedəcəklər. Yəni biz fikirləşdik ki, onlar üçün kitablarla tanışlıq maraqlı olar. Onlara ekskursiya kimi kitablarla tanış etdik. Burada da işləyən xanımlar bizə çox kömək etdi. Uşaqları kitablarla tanış etdilər, otaqlara baxdıq. Hər yerlə uşaqlara çox maraqlı oldu. Burada tanışlıq, onlara nağıl oxuduq. 23 aprel Beynəlxalq Kitab günüdür. Bu günlə əlaqədar Marneoli İctimai Kitabxanasında ənənəvi olaraq müxtəlif məktəblərin şagirdləri qonaq olurlar. Bu ildə ənənə təkrarlandı. Məktəbə qədər təhsil mərkəzi və məktəb şagirdləri bizi ziyarət etdilər. Kitabxananı gəzərək onları maraqlandıran mövzulardan suallar verdilər. Dımanis Bələdiyyəsinin rəhbər şəxsləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov və Azərbaycan səfirliyinin nümayəndələri ilə görüşüblər. Görüş Dımanis Bələdiyyəsində yaşayan Azərbaycanlı əhaliyə həsr olunub. Belə ki, görüşdə müxtəlif sahələrdə iki tərəfli əməkdaşlıq, o cümlədən inteqrasiya məsələləri və gələcək planlar müzakirə olunub. Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatına görə 2025-ci ildə keçiriləcək vahid milli imtahanlarda iştirak etmək üçün 39 mindən çox abituriyent qeydiyyatdan keçib. Tələbə qrant müsabiqəsində 2400-dən çox tələbə iştirak etmək arzusunu bildirib və abituriyentlərin əksəriyyəti bu il tarix oxuyacaq. Marneoli Bələdiyyəsinin Cereteli İctimai Məktəbinin şagirdi Lizi Sartidze bizimlə söhbətində əlavə fən kimi tarixi seçdiyini dedi. O qeyd edir ki, çox həyəcanlıdır və emosional dəstək hər bir abituriyent üçün böyük əhəmiyyət kəsb edir. Bu il mən də abituriyentəm. 4 fənn üzrə imtahan verəcəm. İngilis dili, gürcü dili, tarix və vətəndaş təhsilidir. Vətəndaş təhsilini ona görə seçdim ki, qrant proqramına daxildir. Çox maraqlı fəndir. Mən imtahanlara dək hər bir abituriyent kimi çox həyəcan keçirirəm. Amma həyəcan keçəcək. Əsas odur, dostların və yaxınların tərəfindən dəstək hiss edəsən. Baş nazirin birinci müavini və İqtisadiyyat naziri Levan Davitaşvili ABŞ-a səfəri çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyasının regional vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşüb. Görüşdə bərpa olunan enerji sənaye, nəqliyyat və rəqəmsal əlaqələrin inkişafı kimi strateji sahələrdə özəl sektorun maliyyələşdirmə imkanları müzakirə olunub.
Bu gün Gürcüstanda Gürcü elmlərinin əsasını qoyan tarixçi alim İvani Cavaxişvilinin doğum günüdür. O, Tbilisi Dövlət Universitetinin yaradıcısı ilə ilk rektoru olub. Cavaxişvilinin irsi vətənini öyrənən, araşdıran və sevən hər nəsildə yaşayır. Onun yaradıcılığını məqsədyönlü iş, milli dəyərlərə sədaqət müəyyən edirdi. Mənə göstərdiyiniz xüsusi hörməti, məhəbbət ifadəsini hədsiz hesab edirəm. Bu Gürcü alicənablığı ilə izah olunur. Mən özümü və işimi sizin istədiyiniz qədər yüksək qiymətləndirmirəm. Mən öz işimi tez-tez qarışqa kimi təsəvvür edirəm. Böyük taxılı sürüyüb yanına aparan, kiçik amma tək işləmək istəyən, tək bir adam heç nəyə nail ola bilməz. Bu həmişə mənim dərin inamım olub və bu inam indi də qalmaqdadır. Mən artıq qocalanda və təbii ki, gəncliyimdən tamamilə fərqli şəkildə mühakimə etməliyəm. Və salam, hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə salamat qalın, özünüzə yaxşı baxın.